Salam dostlar. Belə bir elektrik dövrəsi təqdim eləyirəm. Deməli, göründüyü kimi belə dövrə quraşdırılıb. Sual olunur. Şəkildən görünür, hər birinin müqavimət üstündə yazılıb. Sual olunur. K açarı vurulsa, sistemin müqaviməti necə dəyişər? Nə qədər azalar? Deməli, biz əgər birinci bu müqaviməti hesablayaq, siz bilirsiniz ki, burada olacaq ümumi müqavimət birinci halda 10, bura 10'dur, bu da 10, onun yarısı olacaq. 10 ohmun yarısı. Yəni 5 ohm. Yəni bu dövrənin müqaviməti 5 ohmdur. İndi biz K açarını kapatsaq, bu zaman fikirləşirsinizsə, bu dövrə belə bir dövrəyə çevrilər. Çünki bunlar birləşəndə bilirsiniz ki, potensiallar fərqi sıfır olur. Belə bir analoji dövrəyə keçir. İndi bu dövrənin müqavimətini hesablayaq. Bilirsiniz ki, burada olacaq 4 vuraq 6 bölək 4 isə gəl 10, 5, 4 isə gəl 6, 10. Və bu dövrlər hər ikisi eyni bir-birinə bərabər olduğu üçün vuracam 2-yə. Olacaq bizdə 4,8 ohm. Deyə fikir verin. 4,8 ohm olur. Çünki hər biri gördüyünüz kimi hər birinin müqaviməti eynidir. Sadəcə birini tapıb 2-yə vura bilərik. Deməli 5 ohmdan 4,8 ohma düşəcəkdir. Fərq 0,2 ohmdur. Düzgün cavab B variantıdır. Baxın. Sağ olun, gələn görüşlərə qədər.